Salam hörmətli müəllimlər və şagirdlər. Belə bir suala baxaq. Sualda deyilir ki, oturacağının sahəsi 30 olan SABCDY düzgün 5-bucaqlı piramidasında SO hündürlüyü 8-dir. SABCO piramidasının həcmini tap. İndi bizə verilib oturacağın sahəsi. Tamam. S oturacaq 30. Düzgün 5-bucaqlı piramidasında SO hündürlüyü 8-dir. SO 8'dir. Burada tamam. İndi bu hündürlük olduğu için bu buna perpendikulyardır. Merkeze perpendikulyardır. Tamam. SABCO piramidasının həcmini tap. Deməli, SABCO. Ümumiyyətlə piramidanın həcmini tapmaq üçün necə tapırdıq? 3/1 S oturacaq, bu H düsturuyla düzdür. Və bu piramidanın hündürlüyü elə 8 olacaq. Çünki həmin deməli bu SO tili oturacağa perpendikular olduğu üçün hündürlük elə 8 olacaq. Digər tərəfdən də bizə deməli lazımdır bu oturacağın sahəsi. Bu oturacağın sahəsini tapmaq üçün bizə deməli ümumi oturacağın sahəsi verilib. Gəlin bunları üçbucağa ayıraq belə. Neçə dənə üçbucaqlardır? 1, 2, 3, 4, 5. Deməli 30'u 5'ə bölsək 6. Deməli bir üçbucağın sahəsi 6'dırsa, burada da 2 dənə üçbucaq olduğu üçün 12'dir. Bunda oturacağın sahəsi 12 olur da. Qoy yerinə hesablayaq. 3/1 S oturacaq oldu 12. H TL oldu 8. İxtisar eləsək 4. 4 və 8 32. Все, bu qədər. Sağ olun, salamat qalın.